Əli Müsyo Məşrutə inqilabının böyük mübarizlərindən biri, Təbrizin qeybi mərkəzinin qurucusu və Təbrizin 2-ci şəhərdarıdır. Bura onun evidir. Evleri var ayaman xana xana. Evleri var ayaman xana xana. Əli Müsyonun evi Qacar dövründə tikilibdir, amma bu evin memarlığı bütün Qacarı evlərlə fərqlidir. Bu evi tanımasaz siz giriş və çıxış yollarını tapa bilməzsiniz. Bu evdə məşrutə rəhbərləri və qeybi mərkəzin üzvlərinin cəlsələri təşkil tapırdı və onların əmniyyəti üçün elə bu ev belə tikilmişdi. Əli Müsyonun evi indi şəhərdarı təvəssütü ilə bir dənə gözəl muzeyə çevrilibdir və qonaqlar və həmşəhrilər buradan görüş eləyə bilərlər. Deyilənlərə görə Əli Müsyo Rusiya səfarətinə qonaq çağırılır və orada məsmum qəza yeyərək məsmum olur və evinə dönəndən sonra orada vəfat eləyir. Əli Müsyonun xanavadəsi də mübariz və inqilabi bir dənə xanavadə idi. Onun 3 oğlu var idi ki, oğlanlarından ikisi şəhid Siqət Ustamla bərabər Təbriz Aşurasında dara çəkilib və şəhid oldular. Yadları əbədi olsun. Əli Müsyonun evi Başımal çarrağının yaxınlığında Hacıca küçəsinin Əli Müsyo bombasında yerləşibdir.